بله دم باش دلدار کنفرانس جوسبه دست بکری حتی واره به بردوام به وقتی تجا ماجکر روجا ویدا کلک پرس هنه هم رول کردن قفقاسی ده نتابونه ده بگیشتی روش کردستان و هر چهار پرچم کردستانی تایبتی جی پرسین پرسکریکن کردن قفقاسی دبیجن برای دگوتن کردن سوویت نه هاد بیجن ام نه کردن سوویت نه ام کردن قفقاسی نه همو بله بریوه چه یعنی گرینگیه و کنفرانسه و که و ناو نتوییه براستیجی یعنی هم جهر چهار پرچم کردستانی هم همو کمارن سوویت بره جا امریکا جا اروپایی و هر وها نونرین هم دولت گرجستان آماده هم دولت آذربایجان آماده میوان میجیش نونر آذربایجانیه جیگر سراک ناوند ناونتوی مولتی کلترالیزم رامین گمبر و از این ترکی پر قصه بکم از بارم ترجمانمه de tercüme bıkayım. Ramin Bey hoş geldiniz. Hoş bulduk. Hoş gördük sizi. İlk Azerbaycan'ın bir temsilci, nümayəndə Kürtlərin ikinci konferansında hazırdır. Konferansı necə gördünüz, nasıl buldunuz? Dəvət üçün təşəkkür edirik. Azərbaycandan ilk nümayəndə ona görədir ki, bu ikinci konferans keçirilir. Biz əvvəllər məlumat yox idi. Birinci dəvət idi və biz böyük məmnuniyyətlə bu konferansda iştirak etdik. Ümumiyyətlə bildiyiniz kimi Azərbaycan dövləti, Azərbaycan Respublikası çox konfensiyalı bir dövlətdir. Orada müxtəlif xalqlar yaşayır, çoxsaylı xalqlar yaşayır. Dinindən, dilindən, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda bütün millətlər, bütün konfensiyalar bu əsrlər boyu, yüzillər boyu mehriban şəraitdə yaşayan heç bir ayrı seçkilik hamının bildiyi kimi Azərbaycanda yoxdur. Mənim bu məsələdən sualım olacaq. Azərbaycanda uluslar arası, beynəlxalq deyəcək, multikulturalizm mərkəzi var. Siz onun sədr muavinisiniz, yəni başkan yardımcısınız. Bu mərkəzin rolu, funksiyonu nədir? Deməli, Bakıda fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, siz söylədiyiniz kimi, daha əvvəl mən dediyim kimi, Azərbaycanda müxtəlif konfensiyalar yaşayır. Bu, deməli, etniklərin, xalqların, mədəniyyətlərinin, dillərinin qorunub saxlanılması, onların öyrənilməsi. Mən sizə əlavə bir məlumat da deyim. Azərbaycanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dünya üzrə 28 universitetdə Azərbaycan multikulturalizm modelini tədris edir. Yəni, müəyyən dərslər, dərs saatları var. Digər ölkələrdə də bizim bu modeldən yararlanıb istifadə edirlər təhsil prosesində. Bağışlayın, hansı xalqların nümayəndələri var əsas olan Azərbaycanda? Azərbaycanda bir çox xalqlar var. Talışlar, Ləzgilər, Kürdlər, o cümlədən Gürcülər və s. çox xalqlar var Azərbaycanda və müxtəlif ərazilərdə həm kompakt yaşayırlar, həm də Azərbaycanlılar yaşayan ərazilərdə, yəni ərazi etibarilə heç bir fərq yoxdur. Amma elə xalqlar var ki, müəyyən ərazilərdə kompakt yaşayırlar. Bu, əsrlərin tarixi dostluq əlaqələrinə söykənən bir proseslə bağlı biz onları heç nə ilə ayırmırıq. Yəni, hiss olunmur ki, digər xalqlardır. Yəni, eyni bərabər hüquqludur. Amma çox xalqlar yaşayır. İndi biz Kürtlər mövzumuz olduğu için Kürtlərdən soruşmaq istəyirəm. Bildiyimiz kimi, Erməni işğalından, 30 illik işğal nəticəsində Kürtlər də Azərbaycanlılarla birlikdə yerindən, yurdundan didərgin düşdülər, qaçqın oldular, 30 ildə hələ də ki, tam dönməyiblər. İndi bu müharibənin, savaşın bitməsiyle Kürtlərin geri dönüş, torpaqlarına geri dönüş Azərbaycanla birlikdə prosesi başladı mı, nə vaxt olacaq və Kürtlərin dillərinin, kültürlərinin, mədəniyyətinin qorunub saxlanması üçün konkret olaraq, yəni dövlət nə kimi qarantilər verir?
Bilirsiniz, hal-hazırda sizin bu sonuncu sualınızdan başlayayım. Hal-hazırda qarantilər demişkən, bu bugünkü qarantilər deyil. Bu, yəni ki, 100 illər boyu onların konkret olaraq Kürdlərdən sonra, mən bunu bütün xalqlara aid eləyirəm, Azərbaycanda yaşayan, konkret olaraq Kürdlərdən soruşursunuzsa, bütün qarantilər olub, olacaq, hal-hazırda da var. Yəni konstitusiyada yazılıdır. Həm konstitusiyada bu öz əksini tapıb, həm də bu dövlət siyasətidir. Ümumiyyətlə, cənab Prezident İlham Əliyevin çıxışlarını siz dinləsəz diqqətlə, orada bir neçə dəfə Azərbaycanda multikulturalizm dövlət siyasətidir terminini istifadə edir. Və bu bizim doğrudan da dövlət siyasətimizdir. Azərbaycanda həmişə qarantilər var bu barədə və olacaqdır. O ki, qaldı Qarabağ işğaldan azad olunmuş torpaqlara qayıdışla bağlı. Bəli, bu proses hazırda gedir. Bildiyiniz kimi infrastruktur işğal dövründə tamamilə infrastruktur dağıdılmış, məhv edilmiş, bəzi şəhərlər hətta yer üzündən silinmiş. Bu ərazilərdə infrastruktur bu 5 ildə bəzi ərazilərdə artıq yaradılıb, orada çox böyük işlər görülür və həmin və Azərbaycan vətəndaşları hansılar ki, o ərazilərdə yaşayıb, onlara həmin ərazilərdə evlə təmin olunur dövlət tərəfindən və onlar yavaş-yavaş qayıdış prosesini həyata keçirilir onlarla bağlı. Kürd dilinin tədrisi üçün qanun varmı? Bəli, Azərbaycanda deməli, yox, bu ayrıca qanun deyil, bu bütün xalqlara aid olunmuş qanundur, sırf Kürdlərlə deyil. O cümlədən Kürdlərlə bağlıdır. Azərbaycanda bütün etnik azlıqlarla bağlı məktəblərdə öz dillərin tədris olunur, onların deməli təhsil materialları çap olunur Təhsil Nazirliyi tərəfindən və bütün şərait bu barədə yaradılmışdır. Vaktimiz az olduğu için biraz kısa keseceğiz. Gürcistan'da ikinci konferanstı, yani Kafkas Kürtlerinin ikinci konferansıdır. Bildiğim kadarıyla sizin de, yani ortak Azerbaycan'da Kürt Medeniyet Merkezi var, RONA'yı. Ortak bir programınız var herhalde. Ne diyebilirsiniz bu barədə? Ümumiyyətlə, multikulturalizm mərkəzi olaraq bu konferansda da bugünkü iştirakımız nə ilə bağlıdır? Deməli, Azərbaycanda yaşayan xalqların, bilirsiniz ki, bəzi xalqların digər ölkələrin ərazilərində də yaşayan qardaşları var və soydaşları var. Biz nəinki Azərbaycanda yaşayan xalqlarla, həmin xalqların digər ölkələrdə yaşayan deməli, nümayəndələri ilə də əlaqələri, məmnuniyyətlə əlaqələr yaradırıq və istəyirik ki, onların ortaq mədəniyyəti, dilləri itməsin, ortaq mədəniyyətlərin inkişafı üçün onların özlərinə də yardımcı oluruq ki, bu proses geçsin, onların mədəniyyəti, tarixi kökləri yaddan çıxmasın. Bir multikulturalizm mərkəzi buna maraqlıdır. Belə bir konferans Bakıda görəcəyik mi yaxınlarda? Nəyə də yox, konferansın keçirilməyinə Azərbaycan həmişə multikulturalizm mərkəzi həmişə dəstək verib. Azərbaycanda yaşayan bütün xalqlar istədiyi konferansı, istədiyi formatda həmişə keçirdib. O cümlədən də Kürd icmasını böyük məmnuniyyətlə qəbul edirik. Teşekkür ederim. Çok sağ olun. Ramin Gamberov جیگر سرک ناوند ناونتوی مولتیکولترالیزم لگل سرکتی آذربایجان هاتیه دمازراندن کنفرانس بردوام دبه و به میجارندن امجارکدن ده حضور تماشاوانم ببین. کامیز کنفرانس حتی وکیلیه فوکس خو خستیه سرچم مجاره میوان انتدا بشتار چاد فکرن. بله دم باش دلدار کنفرانس جویسبه دست بکریه حتی واره به بردوام به وقتی تجمع جکر روزا ویده کلک پرس هنه هم رول کردن قفقاسی ده نتابونه ده بگیشتی روش کردستان و هر چهار پرچین کردستانی تایبتی جی پرسین پرسکریکن
کردن قفقاسیه دبیجن برای دگوتن کردن سوویت نه دبیجن ام نه کردن سوویت نه ام کردن قفقاسی نه همو بله بره چه یعنی گرینگیه به کنفرانس و که ناو نتوییه براستیجی یعنی هم جهر چهار پرچین کردستانی هم جه همو کمارن سوویت بره جه امریکا جه اروپایی و هر وها نونرین هم دولت گرجستان آماده هم دولت آذربایجان آماده میوان منجیش نونر آذربایجانیه جیگر سرا که ناوند ناونتوی مولتی کولتورالیزم رامین گمبر و از این ترکی پر قصه بکم از بارم ترجمه ده ترجمه بکم رامین بی hoş geldiniz. Kek Ramin tu bixêr hatî? Gelek spas. Destpêkê ji Azerbaycanê hûn nûnerekin ku li virbeşdarin di duhemîn konferansa Kurda da. Vê konferansê hûn çawa dibînin, ça pêşveçe? Gelek spasiya we dikim. Ev yekim nûnerê ku li Azerbaycanê di duhemîn konferansê de em beşdarin. Ew yekim cara ku em hatin ev xwandin û em di vê konferansê de beşdarin. به گشتی با که هون دزانن کو ل آذربایجان و کمر آذربایجان گلکی پیکات این جدا تد دجین گلک نتوین جدا هنه و که اول و که زمان و که پیکات یعنی ل آذربایجان همو او پیکاتانه به 100 سالانه به باشی به هفر دجین همو به هفره لآذربایجان نه یعنی دوی مجرد از پرسیاره که بکم لآذربایجان یعنی تشت نوند مولتی کولترالیزم یا نتبایان هیا هون جیگر سروکن یعنی رول و نونده چیه؟ از دکارم بیشم کو او لباکوی چالاکین خواه پیش و دبن او نوانده کلتوری لباکویه و که وجی گوتو بری نهاجی کو من آماجه پیکر گلک پیکاتین جدا لآذربایجان دجین یعنی او همو اتنیکانه او همو خلقنا زمان وان چاند وان جبوک وان بپارزه وان بسدم کو وانا فیر ببن یعنی از خازم وی که بجم کو ام نوانده چاندی یا باکویه لگل 28 زانینگه هانه کو ماده وان دین خواندن هف بشی لگل وان زانینگه هان هیا هر وها ام جی لوی مدل ام گلکی سوده جوارده گرن یعنی نه کی جان نتویان نونرن وانین سرکه لآذربایجانی هنه لآذربایجانی گلکی کس هنه تالش هنه لاز هنه کرد هنه هر وها گرجی هنه و گلکی نتویندن جی لآذربایجان هنه و لنافچین جدا هم وکی کام دجین و هم جی لآذربایجان لناو آذریان دجین یعنی وکه هر چه جداهیه که وانینه لهن کس هنه کل لهن نافچین تایبت دجین یعنی او نشانه یا دیروک و دوستانی یا دیروکی یا نافبروان پیکاتای اندایه کل ورهیه ام چجاران وان جهف جدا نکن یعنی ام دبیجن کو همو مافیمانیان یکسان هنه لگلگ نتوین جدا نها ام وکه کرد مجارمه سرکی از دخوازم بحثا کردان بکم وکه کو هم دزانن پشتی داگیرکاری ارمنیه و کرد و آذربایجان جی جهو عردن خواه آواره بون رویان و گله کسی و نگریان نها او بداوی هاتن ابی شری و کرد و جارکدن بکاربن وگر نسر عردن خواه او پروسایا و دست بکریه و کنگی به و چوابه یعنی او زمان کردی چاندا کردی شهرستانیت کردی جبو کو بپرستن بگشتی حکومت چی گارانتی دایه آیا کم هون دزانن کل ور او پرسیارا کن نها و گر از جوه دست بگم لنها ده بس آوان گارانتین کوته تا کرن اف گارانتین نه ایرونه اف به 100 سالانه کو
به آوایی که پراکتیک و به جدی جبو همو پیکاته این آذربایجان اوی کاتیا پاراستن که همو گارانتی هنه و ده نهاجی هنه و ده بمینن یعنی هم لپارلمانتوی هم جی القانون ده هم جی ده سیاست دولت ده يعني برز سرک الهام علیف جی وکی که گوتیا اد به چند جاران تکس کریه که آذربایجان ده سیاست دولت خود وان مفند پارزه و افجی سیاست مایا دولتیه لآذربایجان هردم گارانتی بوی که هیا و ده بردوام بجی هر وها پشتی کنه ها قرباغ داگیرکاری هاتی آزاد کرن و عرده و آزادن هاف پروسه بردوام و بروده چه و که هند زنن کو او کسن کو دما داگیرکاری ده گلکی باجار به تمامی پیکاته واناتی راش کردن و نمانه و گلک بیرانی کریه یعنی ده وان عردان ده و ده نوا وان 5 سالان ده ادی ده آوا کرن بیته کرن و گلک کار باشی هاتی کرن دوان 5 سالان هم سرجم ولاتین آذربایجان کو لوردشین لبر هم ده عرد و هم جی خانی و بدن وان دولت بو وان دابین بکه و اف جی هدی و پروسه و گروان جی دست بکه زمان کردیج بوی کو یاسای که کو بخواندن بله لآذربایجان نه یعنی او یاسایک نینه او تشتکش بو همو گلان که هاتیه دینین تایبت بو کردان نینه جبروی کرد جی به وان نگردانی نه به تایبت الا آذربایجان همو پیکاته و اتنیک لدبستانان زمان خوا دخوینن و هر وها پرتوکین وان هاتنا چاپ کرن و چاپ دریا من تکرن و همو شرطو مرج وان هاتی ادابین کرن yani deme ama jiber koki meze bi Kurtî bêjim li Gurcistanê duyemîn konferansa ku bi rêvediçe bû ji bo Kurdên Qefqazyayê ve qasî ku ez dizanim hûn jî li Azerbaycanên navenda ronahî heye ku programekê ve hevbeş heye hûn ji bo vê yekê çi dibêjin? نواندا فرکولتوری کو ایرو ما بشتری تدکریز برویکی کو افگلین کو لآذربایجان دجین هند زنن کو هن کس هنه کو ل هندک براین وان هنه کو لولاتین دن دجین یعنی خصمن وان هنه امجی جبر وان کسین کو لآذربایجان دجین لگل کسین کو لولاتین دن دجین لگل نونرین وان ام آماده دبن ام به پیوندیان درست کن و ام دخوازن کو شارستانی هفبش و زمانوانی هفبش وندا نبا و جبر وی که ام دخوازن آلیکاری دوی وارده بکن جبر وی ام لوی کنفرانس دا آماده نو دیروکا وان چاندا وان مجوی وان وندا نبا و جبر وی ام نواندا کلتوری ام دیا نه کنفرانس که حالا باکوی ده دمک نزیک دمی بکرن چما نه جیل آذربایجان هر دم جبو ناونداوی یا مولتیکولتوریزم همیشه بو یکی کار دکه و آماده یه همو گلن آذربایجانه چو دما کو بخوازن چه کنفرانس کو بخوازن ساز دکن جبر ویکی و که کردجی گلکی ام به ممنونی ده بشتار بند رامین کمبروف جیگری سروک ناوندا ناونتوی مولتیکولتورالیزم کل لگل سروکتی آذربایجان هاتیه دمازراندن کنفرانس بردوام دبه و به مجارندن امجاره کردن ده حضور تماشاوانم ببین سپاس کامیز شدادی در واگاهیدان